Ona görə ondan sonraki fəsil gəlir ki, birrul validil müşrik olan ataya və ya valideynə itaət etmək və qayğısına qalmaq. Ona görə Səd ibn Əbi Vaqqasın hədisini gətirir. Yəni hansı ki, birinci hədisdə toxunduq. Həqiqətən də İmam Buxari rahimehullah çox gözəl hədislər yığıb valideyn haqqında. Yəni görürsüz ki, elhamdülillah ki, yəni İslam dini, yəni biz artıq 3-cü dərsdə gedir. Hələ mən düşünürəm ki, bir iki dərsdə valideyn haqqında gedəcək. Var olacaq inşallah. Yəni görün nə qədər hədislər gəlir valideyn haqqında. Tam bitirə bilməsək vaxtın. Valideynin qayğısına qalmaq, belə deməmək. Yəni subhanallah, şərtlə gedəndə insana daha aydın olur ki, həqiqətən də yəni biz altımızı batıranda valideynlərimiz bizi yuyanda ögümürdülər. Yəni həqiqətən də ögümürdülər. Rahat şəkildə anan sənin yurdu təmizləyirdi. Amma sən görürsən ki, bir dənə çətinliyə düşəndə valideyn hansısa bir yaşlaşanda ayaq yoluna gedə bilməyəndə görürsən özünə sıxışdırar məsələn, yoruldum, nə qədər apararlar bunu, nə qədər əziyyət çəkərlər falan filan. O belə bir misal var, deyir ki, cəza deyil əməlin növündən. O bir yaşlı atası olub, belə danışırlar rəvayət kimi. Atasına baxır, pastayan, yur altını təmizləyir. Axırda bezir atasına baxmadı, atıb bezmişəm sənə baxmaqdan. Götürür atasını qoyur arabaya, aparır öldürməyə. Atası deyir, qoca kişi deyir, oğlum mən hara gətirmisən? Deyir, atıb bezmişəm sənə baxmaqdan, gətirmişəm səni öldürməyə bu. Deyir, mən onda aparır, o qayanın yanında öldürdü. Deyir, nə fərqi var orada? Deyir, mən də öz atamı orada öldürmüşəm. Yəni o cürlə baxdığı üçün Allah Taala da onun qarşısına çıxar. Yəni bu gün sən atan ona pislik edirsənsə, söyürsənsə, lənətləyirsənsə, döyürsənsə, sabah sənin övladın da sən eyni şeyi aparıb atacaq qozalar günə salam. Allahu akbar. Yəni görün nə qədər hədislər var. Ona görə fikir versək, valideyn qayğısı sadəcə bu dindədir. Müsəlmanlardadır. Kafirlərdə bu qayğını görməzsən valideynlərə qarşı. Görürsən ki, övladlar əli çörəyə çatdı və salam. Həddi buluğa çatdı və ya heç çatmadı, evdən çıxır gedir atır valideyni. Ya valideyn qocaldı, atır qocalar evdən. Ona görürsən çox valideynlər var ki, kafir ölkələrində varlıdırlar, mirasçıları it pişik. Övladlarına vermirlər miraslarını, onları atdığına görə. Və Səd ibn Əbi Vaqqas deyir ki, mənim haqda 4 ayə nazil olub Allahın kitabında. 4 ayə. Və deyir ki, anam and içmişdi ki, yeyib içməyəcək. Ta ki, mən Məhəmməddən sallallahu aleyhi və səlləmdən uzaqlaşmayınca. Toxunmuşduq bu rəvayətə başlayanda Ədəbül Mufrada. Və deyir ki, Allah Taala mənim haqda nazil etdi ki, وَاِنْ جَهَدَكَ عَلَى أَنْ تُشْرِكَ بِمَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا وَصَاحِبْهُمَا فِي الدُّنْيَا مَعْرُوفًا. Əgər sənə əmr etsələr, bilmədiyin bir şeyi Allaha şərik qoşmağa, onlara itaət etmə.